Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugünkü mövzu izahımızda qəbulda ən çox istifadə olunan suallardan biri Azərbaycanın daxili sularıdır. Birinci sualımızda qeyd olunur ki, Lənkəran ovalığının torpaqlarının suvarılmasında istifadə olunan çaylar. Bildiyimiz kimi Pirsaat çay Abşeron Qobustan çaylarına aiddir, Xaçan çay Qarabağ Düzün çaylarına aiddir, Arpa çay da Naxçıvan çaylarına aiddir. Yanlışdır A bəndimiz. B bəndə Viləş çay doğrudur, Astara çay doğrudur, amma kürə görə yanlışdır. C bəndə Astara çay doğrudur. Şəmkir çay da bildiyimiz kimi Kiçik Qafqazın Şimal-Şərq Kəməcənin çaylarına aiddir. Bələvəli çay da Böyük Qafqazın Şimal-Şərq Kəməcənin çaylarına aiddir. D bəndə Lənkəran çay doğrudur, Astara çay doğrudur, Viləş çay doğrudur. Doğru cavabımız olacaq D bəndə. E bəndə Bolqar çay doğrudur. Köndələn çay yanlışdır. Çünki köndələn çay qeyd ediləcək ki, Kiçik Qafqazın Cənub-Şərq Kəməcənin çaylarına aiddir. Həkəri çay da həmçinin Kiçik Qafqazın Cənub-Şərq Kəməcənin çaylarıdır. İkinci sual. Azərbaycan Respublikasının tranzit çayları. Bildiyimiz kimi tranzit çaylar bir çox ölkənin arasından keçən çaylardır. Arpa çayı, Bəsit çayı, Oxçu çayı, Bərgüşad, Kür, Tovuz çayı, Həsən su, Ağstafa çayı, İncə su, Çoğaz çayı, Samur çayını, Araz çayını, Qanıq çayını qeyd edə bilərik ki, bunlar tranzit çaylardır. Doğru cavabımız olacaq A bəndi. Arpa çay, Samur çay, Qanıq çay və Araz çay. Üçüncü sualda Araz çayının keçdiyi dövlətlər soruşur. Araz çayı həm tranzit, həm də sərhəd çayıdır. Türkiyə, Ermənistan, İran və Azərbaycan arasından keçir. Doğru cavabımız olacaq A bəndi. Dördüncü sual. Azərbaycanın axarlı göllər. Axarlı göllərə, yəni şirinsulu göllər, şirinsulu gölləri soruşur bizdə. Təbii ki, şirinsulu göllərimizə qeyd edəcəyik burada. Batabat, Göygöl və Maralgöl. Doğru cavabımız olacaq B bəndi. Beşinci sual. Axınına əsasən respublikamızdan kənarda formalaşan çayları soruşduğu üçün biz burada Arpa çayı, Oxçu çayı, Qanıq çayı və Samur çayı qeyd edəcəyik. Doğru cavabımız olacaq A bəndi. Baş Qafqaz və Murov dağlarına axan çay üçün ümumi olmayan cəhətlər. Baş Qafqaz dağlarında olan çaylar qeyd ediləcək ki, qar və buzlaqlarla qidalanır. Amma ki, Murov dağda yerləşən dağın hündürlüyü, yəni ən hündür dağ Camış dağdır, 3724 metrdir və bu dağ qar xəttini keçmədiyi üçün qar və buzlaqlarla qidalana bilmir. Yəni ki, Azərbaycanda qar xətti 3900 metrdən yuxarı olmalıdır. Yəni ümumi olmayan cəhət odur ki, Baş Qafqaz dağları buzlaq suları ilə qidalanır. A bəndi. Naxçıvan ərazisində Araz çayının qolları. Bilirik ki, Naxçıvan çayları Arazın sol qollarıdır. Burada Naxçıvan çaylarını biz qeyd edə bilərik Arpa çayı, Naxçıvan çayı, Əlincə çayı, Gilan çayı, Ordubat çayı və Parala çayı. Yəni doğru cavabımız olacaq E bəndi. Arpa çay, Ordubat çay. A bəndə Türyan çay, Şirvan düzün çayıdır. Naxçıvan çay doğrudur, Naxçıvana aiddir. Pirsaat çay və Sumqayıt çay Abşeron Qobustan çayıdır. Samur çay və Qusar çay Böyük Qafqazın Şimal-Şərq Kəməcənin çaylarıdır. Viləş çay Lənkəran çayıdır. Gilan çay da Naxçıvan çaylarına aiddir. Doğru cavabımız olacaq E bəndi. 8-ci sualda Azərbaycanda uçqun bənd göllər. Uçqun göllər, yəni ki, Göygöl qrupunun gölləridir. Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl və s. Murov Qaragölü, Batabat gölünü, Biçənək aşırım göllərini qeyd edə bilərik. Burada bizim doğru cavabımız olacaq Göygöl və Maralgöl B bəndi. 9-cu sualda Azərbaycanda sellərin daha tez müşahidə olunduğu çaylar. Azərbaycanda sellər müşahidə olunur. Daha çox palçıqlı və daşlı palçıqlı sellər var. Palçıqlı sellərimiz Abşeron Qobustanda, Ceyrançul, Acınohurda qeyd ediləcək. Daşlı palçıqlı sellərimiz isə Böyük Qafqazın cənubunda Şinçay, Kirçay, Kümlük çay. Doğru cavabımız olacaq A bəndi. Yəni Qanıq Əri çayının çaylarının çökəcəyində olan çaylara daha tez-tez sellər müşahidə olunur. 10-cu sual. Axmaz meandrların əməlgəlmə ardıcılığını və onların daha çox yarandığı çayı müəyyən edin. Təbii ki, meandr, axmaz və kür çayı olacaq. Meandrlar, axmaz və kür çayı. Cavabımız olacaq C bəndi. 11-ci sual. Qobustan çaylarının yerdə qurulmasının səbəbi nədir? Bildiyimiz kimi Qobustan Abşeron ərazisindən axan çaylar burada deyəcək ki, stoplayıcı hövzəsi orta və alçaq dağlıqda yerləşməsinə əsasən yağış suları ilə qidalanırlar. Yay aylarında demək olar ki, quruyurlar. Yəni onlar Xəzər dənizinə tökülə bilmirlər, mənsəbə çata bilmirlər. Pirsaat çaydır, Sumqayıt çaydır, Ceyran keçməzdir, Stal çayları aid edə bilərik. Yəni burada əsas qurulmasının səbəbi yağış suları ilə qidalanmasıdır. A bəndi. Mənbəyini Böyük Qafqazın cəm yamacından götürən kürün sol qolları soruşursa, biz burada qeyd edəcək ki, Qusar çay bildiyimiz Qusar çaydır. Qudiyal çaydır. Bunlar Böyük Qafqazın Şimal-Şərq Kəməcənin çaylarıdır. Amma Şin çayla Tala çay ola bilərdi. B bəndində Göy çay ola bilər. Qudiyal çay amma ki ola bilməz. Qanıqda Mazım çay da ola bilərdi. C bəndində Göy çay ola bilər. Turyan çay ola bilər. Ağsu çay ola bilər. Və Girdiman çay da ola bilər. 12-də cavabımız olacaq C bəndi. Yəni biz Böyük Qafqazın cəm yamacının çaylarını desək, yəni Qanaq çayı və Şirvan düzünün çaylarını aid edə bilərik ki, bunlar Kürün sol qollarıdır.
Cavabımız olacaq C bəndi. Təbii ki, D bəndində Vəlvələ çay səhvdir, çünki Böyük Qafqazın Şimal-Şərq yamacının çayıdır. E bəndində Türyan çay qeyd ki, burada doğrudur. Vəlvələ çay yanlışdır, çünki Böyük Qafqazın Şimal-Şərq yamacının çayıdır. Gəldik 13-cü suala. Deyir, mənbəyini Kiçik Qafqazdan götürən çayın, Kür çayının sağ qolları. Bildiyimiz kimi Qabırı çay Kürün sol qoluna aiddir deyə səhvdir. Kiş çaydır həmçinin. Amma ki, burada Qarqara çaydır, Oxçu çaydır. Bunlar Kür çayının sağ qollarıdır. B bəndində Şəmkir çay sağ qoludur. Gəncə çay da düzdür, Zəyəm çay da düzdür, Tərtə çay da düzdür. Cavabımız olacaq 13-də B bəndi. Gəldik 14-cü sualda. Kür çayının sol qollarını soruşursa bizdən gediləcək Qanıq Ərçə çökəkliyində olan çaylar və Şirvan düzünün çaylarını qeydləməliyik. Burada Göy çay doğrudur. Əlincə çay qeydləci səhvdir. Əlican olsaydı düz olardı. Ona görə yanlışdır. Sağ qoluna aiddir. Türyan çay doğrudur. Ağsu çay doğrudur. Ağstafa çay yanlışdır. Çünki Ağstafa çay Kürün sağ qoluna aiddir. Kürək çaydır, Göy çaydır, Pirsahat çaydır. Biz burada qeydləyəcəyik ki, Pirsahat çay bilirik ki, Böyük Qafqazın Şimal-Şərq yamacının çaylarına aiddir. D bəndində Sumqayıt çay da həmçinin Abşeron Qobustan çayıdır. Amma E bəndi düzdür. Qanıq da Türyandır və Göy çaydır. Cavabımız olacaq E bəndi. Araz çayının sol qollarını soruşursa biz burada Naxçıvan çaylarını və Kiçik Qafqazın Cənubi-Şərq yamacının çaylarını qeyd edə bilərik. Yəni cavabımız olacaq 15-də A bəndi. Arpa çay, Orduba çay və Gilan çay. Digər